Arkadaşlar salam. Bugün sizlerle birlikte makyaj malzemesi sıraları. Deməli, makyaj malzemesi olarak highlighter birinci geldi. Highlighter 3, yani vazgeçilməzimdir. İstifadə eləmirəm, amma çox sevirəm. Lips gloss. Lip gloss istifadə eləyirəm ara sıra, o da 2. Harasa gedirəmsə, bronzer. Bronzer ağ telli olduğum üçün xoşlamaram. Həm də istifadə eləmirəm, çünki mənim o yaşım deyil istifadə eləyim. 6. Primer, yəni makyajın əvvəl sürtülür, o 7. Hər şey bilirəm, amma yenə də istifadə edirəm. Concealer, göz alt qapatıcı istifadə eləyərəm. Məsələn, toya falan getsəm, göz altlarım görürsünüz ki, qara olduğu üçün 4-də qoyuram. Yəni onun üçün istifadə edirəm. Fontan, yenə toyaza da getsəm, bəlkə, o da bəlkə. Mama bizə qoymur deyənə, onu da 8-ə qoymaq istəyirəm. Yəni həm də mənim o yaşım deyil də, dediyim kimi. Allıq, ağ olduğum üçün məncə yaraşar 5.